Hər kəs xoş gördük. Aslında bugün bu kürsüdə mənim verişi həm də çətindir. Ona görə çətindir ki, siz müəllimlərdən bir tərəf almışıq və öz müəllimimizin qarşısında çıxış eləməm öz bir məsuliyyət daşıyır. Səməd Vurğun, mən onun haqqında yazmışdım ki, Səməd Vurğun Azərbaycan ədəbiyyatının günəşidir. Səməd Vurğun haqqında danışmaq mənim üçün həm asan, həm də çətindir. Ona görə asandır ki, Səməd Vurğunun yaradıcılığını əzbər bilirəm. İstər onun poemaları, istər dramları, istər şeirləri, poeziyası, hər tərəfli mən ondan statlar da gətirdim. Ona görə çətindir ki, Səməd Vurğunun qoyduğu irsi yaşatmaq və onu gənc nəslə, milli mənəvi dəyərləri aşılamaq onun özü belədir, çətindir. Bayaqlarım qeyd elədilər, Səməd Vurğunun yaradıcılığında, özdə Amerikada hətta bu şeir gedib çap olunan ərəfədə, maraqlı tərəfi odur ki, bu Anam Nöyüdü şeirində orada milli mənəvi dəyərləri aşılayır. Biz baxsaq, bugün Azərbaycan ədəbiyyatında təbii ki, yazarlar en qədərdir, amma gəlin baxın görək, sol kökümüzə bağlılığı hansı əsərdə göstərir, hansı şeirdə. Səməd Vurğun amma bunu həmin dönəmdə Amerikada deyir ki, bilirsiniz, su sərpmək yalnız bizlərə məxsusdur, türklərdədir. Bir yerə gedəndə ananın övladının qaldığı su sərpirsə, bu bizim milli mənəvi dəyərlərə məxsusdur. Səməd Vurğunda bu var idi. Səməd Vurğun Kəlbəcərə gələndə Aşıq Şəmşirlə görüşdüyü hissədə son bəxt belədir ki, deyir ki, bəxt məni bu yerə qonaq göndərdi. Əslində bəxt deyildi, o deyir ki, orijinalında belədir ki, dərd məni bu yerə qonaq göndərdi. Ona həkimlər demişdi ki, Rusiyada gedəsən institutda müalicə alarsan, bu sənə təsir edəcək. Ona görə deyir ki, dərd məni bu yerə qonaq göndərdi, gedirəm, yaman da ayrılıqdərdi. Demə, Səməd Vurğun gəldi, gedərdi, unutmaz bulğa, mahal mənim. Səməd Vurğun hələ 17 yaşında həyatla bağlı yazdığı şeirlər var idi. Səməd Vurğunun yaradıcılığında ümumiyyətlə poetikası çox güclüdür. İstifadə elədiyi təsvir, ifadə, məcazlar, istər sintaktik figurlar. Demək olar ki, Səməd Vurğunu bu günlər biz testlərdə belə nümunələr yalnız və yalnız Səməd Vurğundan demək olar götürürük. Həyat dedikləri şübhəli bir şey, ölümsə şübhədən çıxmaq deməkdir. Bu qəmli təranə, bu kədərli ney, varlığı heçlikdə qoymaq deməkdir. Mən də yolcusuydum bir zaman əvvəl, bu köhnə dünyadan fəqət nə qaldı? Hər gülən dodaqda bir qəmli həsrət, o qızın saçından mən ilham ördü. Əsli qara yerlər qanadı bizim, gəncliyim tükənməz məlala düşdü. Mən bir karvanam ki, qalmadı bizim, ömrümün ilk kimi zavala düşdü. Bu ilk gənc yaşlarından artıq buna müəyyən təzyiqlər var idi. Səməd Vurğun bir də onu deyək ki, bu günlərin natıqlar hər biri qeyd elədi. Səməd Vurğunu tənqid edirlər və desən ki, Səməd Vurğundan nə qədər oxumusan, durub adamın üzünə baxacaq, bir dənə nümunə gətirirlər ki, bəs Məmməd Əmin Rəsulzadəni tənqid edibdir. Əsasda bir dənə gətirdikləri fakt bunu deyirlər, amma hətta bunu Allah rəhmət eləsin, Məmməd Əmin özü də demişdi ki, Səməd Vurğun məni yaşatdı. Yəni, məni ədəbiyyata gətirməklə, məni daim oxucu xatırlayacaqdır. Bəxtiyar Vahabzadə öz xatirələrində yazırdı ki, bir günlərim getdim, Səməd Vurğun xəstə idi, xəstə yatağında. Deyir, getdim yanına, Yusif Səmədoğlu'yla gedibdir. Deyir, qayıtdı, dedi ki, Bəxtiyar, yaradıcılığında nə kimi yeniliklər var, nə inirsən? Deyir, mən ağzımı açmamış, Yusif qayıtdı, dedi ki, bəs ata, qəşəng bir şeir yazıb da, amma mətbuata verməyə ehtiyat edir, qorxur. Dedi, o şeir cibindədir, deyir, çıxartdım, oxudum. Şeiri oxuyandan sonra bizim bilirsiniz, türkçülük, fransızlıq, Bəxtiyar Vahabzadə xüsusiyyətlidir və o dilimizlə bağlı ana dil şeirini götürür. Səməd Vurğun əli əsə-əsə şeirin yuxarı hissəsinə belə bir yazı yazır ki, mən vətənimi, millətimi, dilimi sevirəm, altından da Leyninin imzası ilə belə, Leynin, yəni bu artıq bir epiqraf kimi əvvəldə verilir ki, yəni mən bunu və Səməd Vurğun belə bir şəxsiyyət idi və vətənini sevirdi, xalqını sevirdi, kiməsə bir faxırlığı olmayan. Maraqlı bir tərəfi də deyir ki, Səməd Vurğun bir ailədən 3 nəfər çıxır, mən özüm Kəlbəcərliyəm, mənim atam da qoşma yazır, mən də qoşma yazım, amma bu yenilik deyil. Amma Səməd Vurğunda belədir ki, Səməd Vurğunun yolu bir başqadır, bir ailədən 3 nəfər çıxır, Səməd Vurğunun yazdığı poeziya tamam başqa. Yusif Səmədoğlu nəsrdə bir iz qoydu. Bayaq müəllim də dedi, Qətl günü Azərbaycan ədəbiyyatında şah əsərlərindən biridir. Yəni o romanı məncə bütün gənc nəsil, nəinki gənc, yəni
kimin əlinə düşsə mütləq oxumalıdır. Vaqif Səmədoğlu isə Azərbaycan ədəbiyyatında mən deyərəm sərbəst şeirin ən orijinal, ən poetik və ən bənzərsiz nümunələrini yazan bir sənətkardır. Ona görə də Allah hər birinə rəhmət eləsin və sonunda bir dənə şeirlə, Səməd Vurğuna həsr olunan bir şeirlə itkimi sona çatdırmaq istəyirəm. Qara zamanların qurduğu lərsən, millət istəyir ki, şair olsun. Ceyran diyor bəlkə, dağlar nə desin? Şair, hökümdar huzurundasan. Şairdən məddahlıq uman hökümdar, bilir ki, söydür, həmən hökümdar. Bir hökümdar da var, zaman hökümdar. Şair, zamanın huzurundasan. Şair arzu ilə çiçək açandan, şahının qılıncdan çiçək açar qan. Bunu yaxşı bilən olmaz qacardan. Şair, hökümdarın huzurundasan. Gözəlim, sevgilin mənası odur. İllərin bəs edə, istisi odur. Sən 5-10 günlüksən, əbədi odur. Hökümdar şairin huzurundasan. Ov tüfəngin kimi ilhamın zarlı, sənə layiq oldu hər iki oğlun. Şairim, bizlərdən nə kəsir ağlın? Axı sən Allahın huzurundasan. Allah sənə